Neçə yerə getmişəm, elə deyirlər qığırdaq yeyilib, amma heç kim çarə tapa bilmir. Səbəb ondan ibarətdir ki, qığırdaq yeyilməsinin elə əsas səbəbi, bax bu gördüyünüz vitamin mineralların bədəndə çatışmazlığıdır. Bunun üçün sizə çox yox, 3 dənə məhsul deyirəm. Bu məhsulları istifadə edirsiniz. Qığırdaq yeyilməsinin qarşısı alınacaq. Qığırdaqlar arasında mayeni bərpa etməyə bizə kömək eləyəcək qlükozamin, xondratin, sulfat, kollagenlə zəngindir, iyon halındadır. Kömək eləyəcək kalsium ki, ümumiyyətlə sümüklərdə, toxumalarda kalsium vacib vitamindir. Ona görə iyonlaşmış halda olan kalsium, bunu xüsusi olaraq qeyd edirəm. Ağlınız o 3-5 manatlıq kalsiumlara getməsin. İyonlaşmış kalsium ona görə istifadə edirsiniz ki, birbaşa onurğaya sovrulsun və sümüyü möhkəmləndirsin. Və vitaminlərlə zəngin omega 3 yeganə məhsuldur ki, tərkib olaraq 180 kapsuldan ibarətdir. Qığırdağı və təri əzəlləri möhkəmləndirəcək. Bu 3 məhsulu vaxtında istifadə elə, qığırdaq yeyilməndən canın qutarsın.